Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və alə əli seyyidina Muhammed və əcir bərəkəhum. Əssalamu aleyküm, hörmətli izləyicilər, əziz mümin bacı və qardaşlar. Bir neçə duanı sizə göstərəcəm. Mətlubu, yəni kimisə qovmaq, qorunmaq, insanlara gözəl görsənmək, xanımı evləndirmək, saralı, yəni qorxu keçirən kimsə üçün, əşya satmaq üçün. Mətlubu qovmaq. Qeyd edim ki, bu yəni həqiqətən zalım, zülm edən bir adam deyilsə, oraya bir insana qarşı, düzgün bir insana qarşı etsəniz, özünüzün burada yazılanlar öz başınıza gələr. Yəni bu sırf dini şəkildədir. Yəni Allahın nəzərində hak edən bir insana etsən bunun təsiri olar. Zalım və xain bir qonşunu, tutaq ki, daima sənə cad edir, əməl edir, ziyanlıqlar vurur, hamıya fitnə fəsad yaradır qaldığı yerdə. Yəni elə bir adamlar üçündür. Elə bir adamlar olması şeydir. Düzgün adamı etsən, yəni öz başına gələr. Zalım və xain qonşunu və ya bir insanı qovmaq istəsən, bu ayət-i kəriməni bir əski tuğlaya, yəni köhnə bir kərpicə yazıb, mətlubun evinin bir yerində bastırsalar və ya bıraxsalar, yəni oraya qoysalar yaşadığı yerə, mətlub dayanamaz. Bir an əvvəl o evdən qaçar gedər. Yazılacaq bunlardır. Yəni buradakı duanı, gördüyünüz duanı bir köhnə kərpic parçasına yazırsınız, həyətinə mi bastırırsan, evinə mi qoyursan, evinin damına mı qoyursan, ərqərəz. Yəni ediləcəyi budur. Amma ki, yəni təkrarən qeyd edirəm, düzgün bir adamı etsən, yəni burada yazılanlar özünü tutar, özün qaçıb gedərsən oralarda. Dəfinə maraq yoxdur bu məsələyə. Buradakını oxuyaq. Qorunmaq duası. Bu ayəni bazar günü günəş doğarkən, yəni fəcr vaxtı, bazar günü gün doğan vaxtı, günəş doğarkən bir kağıza hərflərin ədədi qədər yazıb üzərində daşısalar, o insan, o kişi hər türlü görünür və yaxud görünməz qəzalardan, bəlalardan, bütün şərlərdən, pisliklərdən qorunar. Ayə budur. Gördüyünüz kimi ayə kiçik bir ayə olsa da, gerisi buradadır. Lakin burada diqqət edəcəyiniz bir məqam var. Hərflərinin ədədi qədər, yəni əbcəd sayı qədər. Buradakı hərfləri bir-bir hesablayırsınız. Ümumi əbcəd sayı neçə edirsə, bu ayə o qədər yazılır. İndi məsəl üçün bir dənə ra hərfinin əbcəd sayı 200-dür. 2-yə də keçir 400-dür. 2091 dəfə. Yəni bir kağız götürürsünüz, bu ayəni 2091 dəfə oraya yazsaq çətindir təbii ki, amma yenə də göstərdim. Üzərinizdə saxlayırsınız. İnsanları gözəl görsənmək üçün bir kimsə Məhəmməd surəsini bir kasəyə və yaxud bir ləyənə yazıb təpsiyə, zəmzəm suyu ilə və yaxud yağış suyu ilə pozub, o su ilə də üzünü yusa, insanlar o insanı çox gözəl görər. Bütün istəklərini rəva edərlər. Məhəmməd surəsini bir ləyənin içinə yazırsınız. Zəfəranla təbii ki, boşqaba yerləşməz, kasəyə yerləşməyəcək. Bir ləyənin içinə yazırsınız zəfəran gül suyunu. Yazandan sonra ya dini mağazindən zəmzəm suyu alın, ya yağış yaxsa yağış suyu yığa bilsəz, o sudan tökürsünüz o ləyənin içinə. O yazını yuyursunuz o suda. O suyu qırağa tökmürsünüz. Hər evdən çıxanda o sudan üzünüzə çəkib çıxırsınız. Xanımı evləndirmək üçün İmam Cəfər Sadiq əleyhissalamın rəvayət edir ki, bir ceyran dərsinə Əshab surəsini yazıb evlənməyən qızın yaşadığı evin qapısına assalar, o tez zamanda evlənər, yəni elçilər gələr. Saralı kimsə üçün, yəni qorxu keçirən, gözünə nələrsə görsənən insan üçün. Buruc surəsini, Bürclər surəsini ayrı hərflərlə bir kasəyə yazıb, suyu ilə yazını pozub, sonra bu suyu saralı kimsəyə içirin, başını yusun. Həmən o vaxtı şəfa tapar. Əgər bu suyu qorxulan bir yerə səpsələr də oradakı şərli varlıqlar yanar. Ayrı hərflərlə, yəni hərflərin hamısı bir-birindən ayrı. Məsəl üçün, burada fədi, əlif, vav, hə, bax, bunlar hamısı tək-tək olur. Ləm hərfi də vavdan ayrı olur, bir-bir. Mim hərfi ayrı olur, ha hərfi ayrı olur, fə ayrı olur, hamısını tək-tək.
müstəqil şəkildə yazırsan, yazdıqdan sonra boşqaba yerləşməyəcək. Yəni bir ləyənin içinə yazın. Yazdıqdan sonra ora təmiz pak su tökürsünüz. Ehtiyac yoxdur burada artıq. Zəmzəm olsun, yağış suyu olsun. Yəni onlara ehtiyac yoxdur. Elə su olsa lap gözəl. Amma bildiyiniz adi su ilə də o yazını pozub, yəni qorxan, gözünə nələrsə görsənən insana içirdilir, həm də onun başı yuyulur. Əşya satmaq üçün, müştəri üçün bunu qarışqa yuvasına 3 dəfə oxuyub, sonra qarışqa yuvasından bir ovuc torpaq alıb, hər nəyi satmaq istəyirsənsə üzərinə sat. Müştəri çox olar. O mal tez satılar. Oxunacaq budur. Düz yadımda qalıbsa Cümə surəsinin ayəsidir bu, 11-ci ayəsi. Ayə budur. Səhv yadımda qalıbsa, bilənlər izləyirsə qeyd edər onu. Cümə surəsinin ayəsidir. Başqa bir alimlərin buyruğu da var bu ayə ilə bağlı. Eynən bu şəkildə biraz müxtəlifdir. Orada da buyurulur ki, qarışqa yuvasından torpaq götürüb üzərinə 7 dəfə Cümə surəsinin 11-ci ayəsini oxuyub, o torpağı satılmayan malın üstünə səpsələr, iş yerinin hər 4 küncünə bir damcı səpsələr, orada müştəri qarışqa kimi qaynayar. Başqa bir məsələ, yəni belə bir göstəriş də var. Amma hazırda burada yazılan sırf yuvanın özünə 3 dəfə Cümə surəsinin 11-ci ayəsini oxuduqdan sonra oradan bir ovuc torpaq götürüb satdığın əşyaların üzünə o torpaqdan, qumdan səpirsən, onlar satılar. Bugünlük videomuzda bu qədər. İnşallah ki, kiməsə bir faydası olmuş olar. Allah sizləri qorusun. Videomuzu bəyənməyinizi və özünüz məsləhət bildiyiniz insanlarla paylaşmağınızı unutmayın. Sağ olun. Allah əmanət olun.